köməklik göstərdilər. Qardaşım bugün tapıldı. Gözümüz yolda idi. Bir ay, 2 gün idi ki, qardaşımızın gözü yolunu gözləyirdik. Şükür ki, bugün tapıldı. 40 gündən artıqdır ki, itkin düşən Rahib Osmanovun nəşi bu gün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən dənizdən tapılıb. Kürdəmir rayonunun Qarasaqqal kəndində qeydiyyatda olan, lakin Pirallahı rayonunun Gürcan qəsəbəsində yaşayan Osmanov Rahib Ramiz oğlunun balıq tutmaq üçün öz qayığı ilə Xəzər dənizinə getdiyini və bir daha geri qayıtmadığını bildirmişdilər. Xatırladaq ki, Osmanov balıq tutmaq məqsədi ilə Pirallahı rayonunun Gürcan qəsəbəsi sahili ərazisindən dənizə daxil olmuşdu. Media TV və Azmedia qrupuna mərhumun yaxınlarının verdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin əməkdaşları Rahib Osmanovun nəşini artıq ailəsinə təhvil veriblər.